Mən demirəm ki, özüdür. Hele de görüm sen ne olacaksın? Ay şeytan kız, Allah saklasın. Halide bak ne diyecektim seni. Sözüm yadımdan çıktı. Tez ol kişiler kala, işim çoxdur. He yadıma düştü. De görüm inisti sen haçan kurtarsın. Neyse. He? Bilirsen kızım, evde ocak başında hekim çok yaxşı Məni şeydi. niyə o yan bu yana fırladın? Bak sen böyle dur kızım. Ben senin üzün yaxşı görüm. Onda da axı mən sizin üzünüzü görmürəm. Benim üzümde ne var? Her ne var sende var. Aç eyran kız. Vaxtım yoxdur, tələsirəm. Bes Gülxar hani? Buyuracaqsan xanım. Motosiklə minmirəm, mənə ya Volga gətir, ya da Mercedes. Zarafat eləyirsən. Sən bu dəfə də gecikdirmirsən. Nöş gecikmişəm. Bəlkə elə sənin bəxtin bu motosikletdədir. Yox, Mirsən. Mənim bəxtim oradadır, yerin altında. Halide sarıdan gecikdik. Necə yəni gecikdik? Bir varıq dəstə maşını da getirir onu. Nə olar ki? Necə olar? Bir gün maşının, sabah elçilik, bir gündəki toydan dəstgahı. Nə var ki burada? Heç nə. Ezceğiz. Bazı işte. Niyə mənə tənə vurursan başa düşmürəm. Mən əlimdən gələni eləyirəm ki, oxusunlar, işləsinlər. Ata olmayanda oxutmaqla qurtarmır qardaşın işi. Daha nə eləməliyəm mən? Çalış heç olmasa 5-6 ay elçi gəlməsin qapıya. 5-6 ayda nə eləyəcəksən? Xəzinə tapacaqsan. Bir şey fikirləşərəm. Qohumlarım var mənim. Uzaq qohumlardır, tanımırsın. Mənə kömək elə. Nə kömək? Xalidə gecikdik. Bari Gülxarın ipini yıx. Qorxma. O nə eləyir? Geç gəlir evə. Yaman kəm hövsər olmuşsun Tokay. Bu stansiya qədər ötürməyə icazə vermişəm ki sənə. Daha nə istəyirsən? Bezmişim yerin altında. Buranın nəyi pisdir? Ay ulduzu çatmır buranın.